Biz çox ciddi bir qəzaya düşdük. Sükan arxasında mən idim. Zərbə ağciyərlərimi və qaraciyərlərimi parçaladı. Bizi bacımla birlikdə xəstəxanaya gətirdilər və atamızı çarpayıda uzanmış halda gördük. Onun bütün bədəni laxtalanmış qan içində idi. Bacım isterika içində hönkürüb ağladı. Mən onun göz yaşlarının atamın üstünə düşdüyünü gördüm və onda nə baş verdiyini anladım. Müəllimlə eyni maşında idim. Xəstəxanada ayıldım. Yüz zədəsi çox ağır idi. Yoldaşlar məni hətta tanımadılar. Onlar mənə dedilər, müəllim də xəstəxanadadır. O hələ də huşsuzdur. Biz nə edəcəyimizi bilmirik. İndi bizimlə nə olacaq? Sonra nə olacaq? Qəzadan sonraki bu günlərdə mən anladım ki, atamın qurduğu qrupda necə bir qüvvə var. Birdən dərk etdim ki, o yalnız mənim atam deyil. Ağciyərlər qanla dolmuşdu və mən nəfəs ala bilmirdim. Daimi boğulma, sanki suyun altındasan. Və mən həkimlərin dediyini eşidirəm. Yaxşı, hələlik belə edək, sonra belə, sonra baxarıq, sağ qalsa, sağ qalar. Mən xəstəxananın girişində otururuq. Boğazımda düyün, gözlərimdə yaş. Bu anı heç vaxt unutmayacağam. Xatırlayıram. Məni bir fikir və bir his buraxmırdı. Bütün ömrüm boyu axtardığım insan mənə dünyada ən vacib olan öyrənəcək insan indi gedəcək. Belə ola bilməz. Bu mümkün deyil. Mən klinik ölüm yaşadım. Görüntülər var idi. Sanki uzaqdan görürsən. Sanki baş verən hər şeyə kənardan baxırsan. Bu, klinik ölüm yaşamış insanların bir az hiss etdiyi şeydir. Sanki yolun sonunda onları kimsə gözləyir. Lakin bütün bunlar yalandır. Bu, ruhani vəziyyətə bənzəmir. Biz sizin haqqınızda film çəkmək istəyirik. Bizi kaval elmindən ayıran pərdəni heç olmasa biraz aralamaq, onun haqqındakı əfsanələri dağıtmaq istəyirik. Siz təxminən 50 ildir kavalanı öyrənirsiniz. Siz böyük müdriklərin yanında oxumusunuz. Minlərlə şagirdiniz var. Biz düşünürük ki, sizin haqqınızda film çəkərək ruhani aləm haqqında danışacaq və özünə bu həyat mənə nə üçün verilir sualını verənlərə cavab verə biləcək. Mən başa düşürəm, amma bu mənə uyğun deyil. Mən uzun illər böyük kabalist Rabaşın yanında olmuşam və o heç vaxt özünü mühüm bir şəxs kimi göstərmirdi. Ona baxanda onun nə qədər böyük olduğunu anlamaq mümkün deyildi. Mən də öz xarakterimə görə özümü böyük kimi göstərə bilmərəm. Başa düşürəm, film üçün bu sizə lazımdır, amma olan budur. Hələ səhər oyanmazdan əvvəl, ertəsi gün keçirəcəyim dərs artıq başımda film kimi fırlanır. Hər səhər qalxıram və hiss edirəm ki, dərsə düzgün köklənmək mənim üçün nə qədər çətindir. Mən ora həm ağıl, həm də ürək baxımından qüvvə ilə dolu gəlmək istəyirəm. Və bacarmıram. Hər səhər hər şey yenidən başlayır. Əks halda bu yeni gün olmayacaq. Və mən yenidən canlanmalıyam. Yenidən özümü ruhlandırmalıyam. Qrupla əlaqə qurmalıyam. Və bu əlaqə yeni olmalıdır. Dünənki kimi deyil. Daha möhkəm, daha daxili.
Və mən kabalistik kitablardan parçalar nəzərdən keçirirəm, onları oxuyuram. Amma özümü ölü kimi hiss edirəm və hər gün belədir. Bəzən eşidirik ki, müəllimin zəiflik dövrləri olur. Lakin mən əminliklə deyə bilərəm ki, heç birimiz onu heç vaxt belə vəziyyətdə görməmişik. Biz onu başqa cür tanıyırıq. Mən gələcəyə qabaqcadan demirəm. Heç bir fövqəladə təbii şeylərlə məşğul olmuram. Mən öz şagirdlərimə tədricən, kiçik addımlarla həqiqətə yaxınlaşmağı və onu əldə etməyi öyrədirəm. Bizim Kabalamız elmi didaktik metoddur. Onun köməyi ilə insan özünü dəyişir və bunun vasitəsilə ali qüvvəni dərk edir. Kabalistlərin yazdığı kimi bu həm 10, həm də 20 il çəkə bilər. Və yalnız ürəkdə nöqtəsi olan xüsusi insanlar başa düşürlər ki, başqa yol yoxdur. Qalanları isə harasa başqa yerə gedir, istiqəyə qapılırlar. Mənim üçün vacibdir ki, adi insanlar xüsusilə burada, İsraildə mənim dediklərimi eşitsinlər və mən qarşılarında nə olduğunu anlasınlar. Hansı yolla olmasının fərqi yoxdur. Mütləq mənim vasitəmlə deyil. Bu başqa birinin vasitəsilə olsun. Əsas odur ki, bütün yaşayanlar üçün xarici dəyişikliklər baş versin. Biz Zohar kitabına girişin 14-cü bəndini oxuyuruq və sən mütləq görəcəksən ki, ümumilikdə ruhların 3 halı var. İndiki aşkarlanma istədiyimiz elm bizim aramızdakı əlaqə və ya ayrılıq dərəcəsinin bütün təbiətə nə qədər təsir etdiyindən danışır. Cansız, bitki, heyvani təbiətə, hətta insanlar arasındakı münasibətlərə. Biz bunu öz gözlərimizlə görəcəyik. Biz bir-birimizə yaxınlaşan kimi birdən bütün viruslar yox olur, qasırğalar dayanır. İstilik və soyuğun kəskin dəyişmələri, bütün bəlalar geri çəkilir. Biz bir-birimizə doğru daha bir addım atırıq və birdən dünyanın müxtəlif ölkələrində müxtəlif dağıdıcı qüvvələr sakitləşir. Bu, həqiqətən çox maraqlı elmdir. O, bizim daxilimizdəki hadisələrin necə olduğunu görməyə imkan verir. Əgər biz onları tarazlığa gətiririksə, bir-birimizə yaxınlaşırıqsa, nifrətin üzərində məhəbbət doğur. Biz nifrəti məhv etmirik. Təbiət qüvvələri, onların qarışdırılması qalır. Lakin biz onların hər ikisi ilə işləməyə öyrənirik ki, yaradana idarə etmək üçün yer verək. Deyilənlərin mənası bundan ibarətdir. Ali aləmlərdə sülhü quran, bizim aramızda da sülhü quracaq. Arasında razılıq. Siz dərslərdə bizə verdiyiniz məlumatı haradan alırsınız? Bunu necə hiss etdiyinizi izah edə bilərsinizmi? Bu, hər bir alim kimi o dünyada mövcud olan hadisələri hiss edir. Məsələn, astronomiya ilə məşğuldursa,
göyə baxır və ya geologiya ilə məşğuldursa yerin altına nüfuz edir, bu onun peşəsidir. Onda o hamı qabaqlayır, başqalarından daha çox görür. Mən də belə, mənim laboratoriyam bəşəriyyətdir. Mən onunla nə baş verdiyini və onun nəyə apardığına baxıram və anlayıram ki, o olmasa gərəkəndən daha aşağı səviyyədədir. Biz islahımızı sürətləndirməyə borcluyuq. Və bu halın müddəti ərzində bədənlərlə heç bir islah baş verməyəcək. Yalnız ruhlarla islah həyata keçiriləcək. Əta etmək arzusu. Bina Malxutla qarşılaşır, alma qarşısına daxil olur. Və onda bu arzu daha da aqressiv olur. Bu dünyanın bütün şəridir. Xeyirxah işlər adı altında bizdən mümkün olan hər şeyi alan bütün fırıldaqçılar, bizi idarə edənlər, çaşdıranlar, bütün bu hökumətlər, bütün bu hakimlər. Və o zaman Pixinabet və Pixinadalet bir-biri ilə qarışdı. Bu isə yuxarıda deyildiyi kimi ikinci məhdudiyyətə, Cimcumbetə səbəb oldu. Və belə çıxır ki, hamımız islaha gətirilməli olan şey qaçılmaz və dönməz şəkildə pozulmuş binaya gətirir. Və bu, günahkar bolluğu udacaq və qusacaq adlanır. Suallar. Rav, biz bu dərsdə tam islah əldə edə bilərikmi? Hər an, yalnız bu dərsdə deyil. Biz xalqa necə daha yaxın ola bilərik? İsrail xalqı nəyə görə əzab çəkir? Qarşılıqlı zamilliyə riayət etmədiyi üçünmü? Ağıl və ürəklə işləmək nə deməkdir? Sizin fikrinizcə biz irəliləyirik, biz hər şey düzgün eləyirik? Rav, məbədin dağılmasının faydası nədə idi? Bu yoldan necə azmayaq? Müxtəlif ruhları bir ruha necə birləşdirmək olar? Bütövə zərər verməmək üçün nədən ehtiyat etmək lazımdır? Od çatır. Whenever I feel between the highs and the lows, I call on my friends to show me the way to rise from below. En la elevación sentiré ya la luz. Mis amigos vendrán, junto a mí subirán por encima del yo. Each step that we take, each wall that we break, we're rising higher above ourselves towards the light that never ends. We will rise above ourselves. Each step that we Mikhail Lightman 1946-cı ildə Vitebskdə Holokostdan zərər çəkmiş ailədə doğulub. Onun valideynləri həkimdir. Uşaqlıqda o musiqi və fotoqrafiya ilə maraqlanırdı. 1964-cü ildə Leningrad Elektrotexnika İnstitutuna daxil oldu. Orada hesablama maşınları ixtisası üzrə diplom aldı. Bioloji və tibbi kibernetikanı öyrənirdi. Təhsil aldığı dövrdə Köçərlər musiqi qrupunda səs operatoru idi. İnstitutu bitirdikdən sonra kosmik sahəsində Hərbi Tibb Akademiyası nəzdindəki
Kronstadt laboratoriyasında işləyib. 1974-cü ildə hakimiyyətin uzun müqavimətindən sonra İsrailə reportasiya etdi. Orduda işləyib. Şəxsi bizneslə məşğul olub. Ailəsi böyüdü. O 3 uşaq atası oldu. Bizə dəqiq məlum deyil onun öz ruhani müəllimini nə vaxt axtarmağa başladığını. Amma bilirik ki, onu 1979-cu ildə tapdı. Bu, Rav Baruch Shalom Halevi Ashlag-in, böyük kabalist, Zor kitabına Sulam şərhinin müəllifi, Rav Yehuda Ashlag-in oğlu. Mikhail onun sadiq şagirdi və yolunun davamçısı oldu. 1997-ci ildə o müəlliminin şərəfinə adlandırdığı Bnei Baruch Kabalaliyam Assosiasiyasını təsis etdi. O fəlsəfə doktorudur. Dünyanın hər yerində milyonlarla insan onu öz müəllimi adlandırır. Ata, Bəli. bu qədər çox qorxu və narahatlıq var. Xüsusilə onun haqqında düşünəndə. Onu nə gözləyir? Hər şey yaxşı olacaq. O böyüyəcək və öz yerini tutacaq. Hər şey belə qeyri-müəyyəndir. Bəli. Bu dünya hara doğru gedir? Dünya şübhəsiz daha yaxşı istiqamətə getmir. Bütün bunları biz eqoizmin getdikcə daha incə və hiyləgər təzahürlərində görə bilərik. Aramızdakı pozulmuş əlaqə forması, xəstəliklər, inqilablar, müharibələr və digər fəlakətlər şəklində üzə çıxanda indi aşkarlananlara görə bu barədə danışmaq mənə hətta çox da gəlmir. Lakin biz yeni zərbələrin, epidemiyaların ısınmasındayıq. Siz dəfələrlə gələcəyi kifayət qədər dəqiq qabaqcadan demisiniz. Bunun necə işlədiyini izah edə bilərsinizmi? Mexanizm nədir? Bəlkə bu qrafikin köməyi ilə? Bu qrafik, o ümumiyyətlə harada yerləşir? Bu qrafik, mən onu qarşımda hiss edirəm. O bəşəriyyətdə, dünyada təzahür edir. Bu, təbiətin zərbələridir. İsti və soyuq, epidemiyalar, müharibələr. Bu, mənim hiss etdiyim şeydir. Bunu haradan bildiyinizi deyə bilərsinizmi? Yaxşı gördüyümü necə izah edim? Mən dünyada baş verən prosesi görürəm və bu barədə danışıram. Ali qüvvə öz saatına uyğun olaraq bizə yaxınlaşır. Biz isə ona uyğun deyilik. Və bizimlə bu ali qüvvə arasında fərq nə qədər böyükdürsə, o isə əta etmək qüvvəsidir. Biz isə almaq qüvvələriyik. Bu yaxınlaşma bizim üçün bir o qədər ağır olur. O fəlakətlərdə təzahür edir. Zaman keçir. Bəşəriyyət isə zamanın axınına uyğun olmaq üçün heç nə etmir. Gilad, sən axı bir müddət donanmada xidmət etmisən. Döyüşlərdə iştirak etməli olmusan? Bəli, mən 1-ci Livan müharibəsində iştirak etmişəm. O vaxt onu Qalileya sülh əməliyyatı adlandırırdılar. Xatırlayıram, biz Beyrut sahillərində dayanmışdıq və orada artilleriya batariyası var idi. Onlar bizə atəş açırdılar. Biz də onlara, bu vəhşi qəlbdəki kimi idi. Kim birinci vuracaq? Sən görürsən ki, mərmilər suya düşüb səndən 300 metr aralı, 200 metr aralı, 100 metr aralı, 50 metr aralı və sənə aydın olur ki, növbəti sənindir, gəmiyə deyəcək və fikir gəlir, sən çox gəncsən, nəyə nail oldun, heç nəyə, sən qalib gəlməlisən. Bu, məni düşünməyə vadar edən anlardan biri idi. Mən nə üçün yaşayıram və cavab axtarmağa. Biz doktor Mikhail Laytmanla redaktorlar yığıncağındayıq. Salam doktor. Salam. 9 av gününə təxminən bir həftə qalır. Bu günlərdə bizə təsir edən bu xüsusi qüvvə nədir? Mənfi qüvvə, ayrılıq, qarşı durma, nifrət qüvvəsi. Bəs bizim müasir yəhudilərin 2000 il əvvəl yaşayanlarla ortaq nəyimiz var?
Biz həmin xalqı, həmin xarakterlərdə aramızda ayrılıq həmişə var. Buna görə də bizim ətrafımızdakı xalqlar da nifrət oyadırıq və onlara bizi sındırmaq üçün qüvvə veririk. Gələcək fəlakətlərin qarşısını almaq üçün indi nə edə bilərik? Biz islah etməliyik. Bizim üzərimizə qoyulmuş və yalnız bizdən asılı olan islahı, bütün bəşəriyyət bizdən asılıdır və bunu şuuraltı səviyyədə hiss edir. Biz isə bunu etiraf etmək istəmirik. Və onda onlar bizə gəlir, bizə təzyiq edir və deyirlər, bəsdir. Biz nə ərazilər, nə su, nə də müxtəlif sahələrə uğurlar lazımdır. Biz sizdən heç nə istəmirik. Yalnız bir şey, dünyanın islahı metodikasını. Çünki dünya sadəcə tam xaosla yuvarlanır. Bəs Yahudilərin təbiətində nə var ki, onları təkrar eyni səhvi etməyə məcbur edir? Niyə biz keçmişdən dərs almırıq? Biz sərt boynlu xalqıq. Bəs sənin inadkar və sözə baxmayan oğlun varsa nə etməli? Yaradanın problemi elə bundadır. Okey. Bəs o öz problemlərini necə həll edir? Hər il o bizə getdikcə daha güclü və daha güclü təzyiq edir. Ta ki biz nə etməli olduğumuzu dərk edənə qədər. Necə olur ki, dünya xalqları bu mesajı bizdən daha yaxşı anlayır? Onlar da bizimki kimi egoizm yoxdur. Onlar bizim kimi yaradanla birbaşa bağlı deyirlər. Onlar bizim kimi inadkar deyirlər. Mikhail Laitman ilk kitablarını və məqalələrini özü yazıb. Lakin bu gün buraxdığımız media həcmi ilə bu mümkün deyil. Belə jurnalist yığıncaqlarında müəllimimiz ölkədə və dünyada baş verən hər şeyin səbəblərini, ruhani köklərini aşkarlayır. Biz klaviaturanın qarşısında otururuq və onun mesajlarını dünyaya ötürürük. Bəs kim günahkardır? Onların başına bunun gəlməsinə səbəb mənəm və onların birləşməsinin səbəbi də mən olmalıyam ki, biz bir insan kimi bir ürəklə danışaq və onda biz aramızda yeni əlaqə quracağıq. Məhz bütün nifrətin üzərində məhəbbət əlaqəsi. Bu da həqiqi üçüncü məhəbbət olacaq, necə deyildiyi kimi. Evin bütün xalqlar üçün dua evi adlanacaq. Daha bir sual vermək olarmı? Siz kabalistsiniz, siz ruhani aləmlərdəsiniz. Niyə bizim keçici dünyamızın işləri ilə məşğul olmağa ehtiyac hiss edirsiniz? Mən Rabaşın Livanla müharibə zamanı necə olduğunu xatırlayıram. Onda dərsə bir xasid gəldi və gördü ki, Rabaş yerindən sıçrayıb radionu yandırmağa qaçdı. Xasid soruşdu, nə olub? Mən də cavab verdim. Xəbərlər verirlər. Rabaş xəbərləri dinləmək, Livanda nə baş verdiyini bilmək istəyir. Rabaş qayıtdı və bu adam ona deyir, xəbərlər bu nədir? Məgər bu bizə inanan yəhudilərə yaraşır? Rabaş isə ona cavab verdi, sənin orada övladların var. Bu çox təsirli idi. Rav Baruch Aşlak, Rabaş 1907-ci ildə Varşavanın Yahudi məhəlləsində doğulub. O, böyük kabalist Yehuda Leib Aşlakın ailəsində ilk övlad idi və bütün həyatı boyu onun sadiq şagirdi və layiqli davamçısı olaraq qaldı. 1921-ci ildə valideynləri ilə birlikdə Rabaş İsrail torpağına köçdü və Yerusəlimdəki Torat Emmet yeshivasına daxil oldu. Orada o gündə 16 saat Tövrat və Kabalanı öyrənirdi. 1925-ci ildə o evləndi. Bu nigahdan 6 uşağı dünyaya gəldi. Bütün bu illər ərzində o atasının rəhbərliyi altında Kabalanı öyrənməyə davam etdi. Təhsili sadə inşaatçı işi ilə birləşdirərək. O dolanışığını köməkçi fəhlə kimi qazanırdı. Sonra tikinti montaj ustası kimi, o cümlədən Yerusəlim Xevron yolunda çəkməçi idi. Vergi xidmətində müfəttiş işləyirdi. Və Rabaş bütün həyatını Kabala
metodikasının müasir nəslin anlayışı və öyrənməsi üçün əlçatan formada izahına və yayılmasına həsr etdi. O 1991-ci ildə vəfat etdi və Yeruşalimdə Har Hamenuxot qəbristanlığında atasının yanında dəfn olundu. Və başsız çətindir. Divardır. Bu sualsız həyatdır. Biz bilirik ki, bu saatlarda siz adətən bağlı qapı arxasında tək işləyirsiniz. Orada nə ilə məşğul olduğunuzu bilmirik. Xatırlayıram, bir dəfə cəsarətimi toplayıb sizdən bunu soruşdum. Siz mənə cavab verdiniz. Bu, kabalistin işidir. İndi isə soruşmaq istəyirik. Kabalist kimdir? Kabalist, Yaradanla bağlı olan və bütün həyatını bu əlaqəni möhkəmləndirməyə həsr edən insandır. Kabalistin hiss etdiyini sözlərlə ifadə etmək mümkündürmü? Mən bəşəriyyətin daxilində fəaliyyət göstərən ali qüvvəni görürəm və buna görə də mənim öz baxışım, öz fikrim var. Müəllim demək olar ki, heç vaxt öz ruhani əldə etmələri haqqında danışmır. Görünür, o istəyir ki, biz özümüz bu pillələrə yüksələk. Bundan başqa, Kabalanı öyrənərkən biz bilirik ki, ali aləmdən, zəngin, çox şaxəli aləmdən olan təəssüratları dünyəvi sözlərlə çatdırmaq çətindir. Lakin bizim arxivimizdə qısa və çox xüsusi bir fraqment var. Siz nuru ilk dəfə nə zaman hiss etdiniz? Bu barədə danışa bilərəm, çünki mənim şagirdlərimin çoxu artıq bundan keçib. Buna görə də bu mümkündür. İnsan nuru ilk dəfə Kabalanın öyrənməyə başladığı zaman və məhz birdən ona elə bir aydınlanma gəldikdə hiss edir ki, özünü sanki dənizin içində və ya buludun içində olan kimi hiss edir. Qatı, isti və sevən bir şeyin içində. Ona hər tərəfdən nur saçan bir şeyin içində. Və o bu dünyanın sanki mövcud deyil. O var. Hər şey var. Amma bundan əlavə hiss edir ki, hava xeyirxah, gözəl, canlı münasibətlə doludur. Nəfəs alır. Adətən bu hiss insanın nurla ilk görüşüdür. Kabalistin həqiqi olduğunu necə bilə bilərik? Hansı əlamətləri varmı?
Biz kabalistlər haqqında nə onların kitablarına görə, nə münasibətlərinə görə, nə davranışlarına görə, heç nəyə görə hökm verə bilmərik. Burada heç nə aydın ola bilməz. Hər kəs özünü elə gizlədə bilər ki, heç kim, heç nə görməz və bilməz. Gözləyin, amma sizin kimi bir kabalist varsa, dünyanın hər yerində milyonlarla şagird olan, Əgər kabalist yaradanla əlaqəsində hiss edirsə ki, hansısa vəzifəni yerinə yetirməlidir və ya deyək ki, bizimki kimi bir zamanda yaşayırsa və bəşəriyyətlə işləməlidirsə və ya başqa hansısa əməlləri, ruhani və ya maddi əməlləri yerinə yetirməlidirsə, onda onları yerinə yetirir. İraqla Səddam Hüseynlə müharibə zamanı mən birdən qəzetdə oxudum ki, Mikhail Laytman Kabala haqqında kitab yazıb. Ertəsi gün mağazaya getdim və bu kitabı aldım. Kitabın sonunda yazılmışdı. Sona qədər oxuyan dəvət olunur. Və telefon nömrəsi. Mən zəng etdim. Laytman soruşdu. Sona qədər oxudun? Mən deyirəm. Bəli. Doğrudan? Soruşur. Oxuduğun hər şeyi başa düşdün? Mən dedim, yox, mənim çox suallarım var. O dedi, gəl danışaq. Mən gəldim və artıq 33 ildir onunlayam. Biz Mikhail Laytmanın mənzilində oxumağa başladıq. Əvvəlcə bir neçə nəfər idi. Sonra daha çox adam gəlməyə başladı. Elə ki, onun qonaq otağında artıq yer çatmırdı. Onda biz Raynis küçəsində kiçik bir ev tapdıq. Bizim üçün o nəhəng idi. Orada səhər dərsləri, bayramlar keçirilirdi. Bu, unudulmaz zaman idi. Sonra qrup daha da böyüdü və köhnə evimizdə bizə dar oldu. Biz sənaye sahəsi icarəyə götürdük, onu təmir etdik, öz televiziya kanalımızı yaratdıq və dünyanın hər yerindən minlərlə insan nəfəsini tutaraq səhər dərslərimizi dinləməyə başladı və bizə yenə dar oldu. 3000 insan eyni vaxtda kim nə qədər bacarırsa verməyə qərar verdi və biz özümüzə bina aldıq. Bu divarları öz əllərimizlə tikmişik. Burada tədris zalı, siniflər, telestudiyalar, tədbirlər üçün kiçik və böyük zallar var. Burada hər şeyi ruhani inkişaf etmək istəyən, hər kəs üçün mühit və şərait yaratmaq üçündür. Həyat mənbəyi, təşəbbüskar və hərəkət verici qüvvə isə kabalist Dr. Mikhail Laytman. Mən ABŞ, Cənubi Amerika, Rusiya, Avropa və başqa yerlərdə çox səfər etmişəm. Çox insanlarla görüşmüşəm, mühazirələr oxumuşam. Hər şey olub. Mən özümü dinləmək istəyən hər kəslə işləyən insan kimi görürəm. Amma reklam mənim işim deyil. Mən dəfələrlə müəllimlə xaricdə olmuşam. Konqreslərdə, şəxsi səfərlərdə. Onu fərqləndirən odur ki, o həqiqətən çox təvəzzökardır. Heç vaxt biznes klassla uçmağa razı olmurdu. Aeroportda çamadanlar gələndə o hər kəsin çamadanını çıxartmaq üçün birinci qaçır və heç vaxt öz çamadanını daşımağa icazə vermir.
Əgər mən tək olsaydım, şagirdlərsiz, heç kim mənim haqqımda eşitməzdi. Əminəm, hər bir həqiqi kabalist belə edərdi. Mənə məşhurluq nəyə lazımdır? Mən ondan nə hörmət, nə pul, nə şöhrət, heç nə almıram. Siz tək işləyirsiniz, yoxsa sizə kömək edirlər? Söhbət əlbəttə texniki işdən yox, ruhani işdən gedir. Yaradana münasibətdə mən tək işləyirəm. Başqa insanlar da var, lakin mənimlə əlaqəsiz. Onlar Bala Sulamın metodikasına yaxın, amma başqa metodikaları izləyirlər. Kabala tarixində bizə məlum olan minlərlə ad və naməlum minlərlə ad var. Lakin yalnız az adam ali aləmin qanunlarının əldə edilməsində yeni yollar açıb. Bu adlardan biri Yehuda Leib Halevi Aşlaqdır. Baal Sulam kimi tanınan. O 1884-cü ildə Lukovda, Varşavadan 100 kilometr aralıda doğulub. Gənc yaşlarından o, müəllimlərini Yahudi ənənəsinin fundamental əsaslarını öyrənməkdə parlaq qabiliyyətləri ilə heyrətləndirirdi. Bundan əlavə, o, öz dövrünün görkəmli kabalistlərinin Kalushindən olan Admorun və Porsovdan olan Admorun şagirdi idi. O, həmçinin böyük qərb filosoflarının əsərləri ilə maraqlanırdı və öz məqalələrində onların ideyalarını Kabala elmin, dünya görüşü ilə müqayisə edirdi. Fəlakətin yaxınlaşmasını əvvəlcədən görərək, o ailəsi ilə birlikdə İsrailə köçdü. Bu, 1921-ci ildə Sukkot bayramında baş verdi. Lakin Yerusəlimdə Baal Sulam soyuq qarşılanma ilə üzləşdi. Yerli Yahudilər onu düşməncəsinə qarşıladılar. Kabalanın xalq arasında yayılması ideyası onlara anlaşılmaz idi. Üstəlik onlar Kabala elmini rədd edirdilər. Lakin təqiblərə və həddindən artıq yoxsulluğa baxmayaraq, Baal Sulam ətrafına sadiq şagirdlər toplaya bildi və növbəti 30 il ərzində analoqu olmayan bir metodika yaratdı. Qədim hikmətin elmi şərhini yeni dövrün ehtiyaclarına uyğunlaşdırılmış şəkildə. O, Kabalanın bütün klassik kitablarına şərhlər yazdı. O cümlədən Arinin Həyat ağacına və Ravin Shimon Bar Yoxayın Rajbi Zoar kitabına. Bugün bu əsərlər bir çox dillərə tərcümə olunub. Baal Sulam 1954-cü ildə vəfat etdi. Qrupu və metodikanı öz böyük oğluna və ən yaxşı şagirdinə Baruch Shalom Halevi Aşlaqa Rabaşa ötürərək. Mən Bnei Brak'a daxil oldum, qaranlıq idi, yağış yağırdı. Küçənin küncündə bir xəsib dayanmışdı. Pəncərəni biraz açıb soruşdu. Burada Kabalanı harada öyrənirlər? Başa düşürsən? Bu, Bnei Brak'da belə bir şey soruşmaq. O isə dedi, sağa dön və axıra qədər get. Soldakı son ev. Bağın qarşısında orada Kabalanı öyrənirlər. Mən bunu Rabaşa danışanda o dedi. Bu mələk idi. Mən Rabaşın yanına ilk dəfə gələndə arxasında 5 qocanın oturduğu bir masa gördüm. Bir neçə gündən sonra bu 5 qoca mənim üçün dünyada ən vacib insanlara çevrildi. Onlar həqiqətən böyük idilər. Sizin müəlliminiz Rabaş gələcəyinizi qabaqcadan görürdümü? Yoxsa niyə mənimlə bu qədər məşğul olardı? Hər gün, gündə çoxlu saatlarla, 12 il ərzində. O sizdə qığılcımı dərhal gördü? Gördü. O gördü. Doktor Mikhail Laytman Baruch Shalom Halevi Aşlaqın Rabaşın yanında oxumuşdur. Yehuda Leib Halevi Aşlaqın oğlu və şagirdi Baal Sulam kimi tanınan. Baal Sulam Porsovdan Ravin Yehoshua Rabinoviçin şagirdi idi. Beləcə, sanki canlı su kimi nəsildən nəslə Kabala hikməti müəllimdən şagirdə ötürülürdü. Ən başlanğıcdan xasidizmin banisi Baal Shem Tovdan.
Bəs əta etməniyəcək hiss olunur. Dünyada 7 milyard insan var. Onların bütün həzlərini bir yerə topla. Bu, ali ruhani pillədə hiss edilən nurla müqayisədə yalnız bir qığılcım olacaq. Bu, İsraili yer üzündən silməyə, onu məhv etməyə çalışan dünya xalqlarıdır. Lakin İsrail təslim olmur. Dalğaların özü parçalanır və bu dünyanı su altında qoya bilmir. Mən özümü İsraildən kənarda, xaricdə yaşayan kimi təsəvvür etmirəm. Bundan başqa yer yoxdur. Əgər bütün fərqliliklərin üzərində münasibətlərimizə istilik, qarşılıqlı gətirsək, yeni reallıq yaranacaq. Yaradanın İsrail xalqı üçün etdiyi hər şeyi o addım-addım edir. Egoizmdən bir dəfəyə deyil, tədricən xilas edərək. Bu, qaranlıqda yaşayan insan kimidir. Evində həmişə qaranlıq hökm sürmüşdür. Onu ışıqlandırmaq istədikdə əvvəlcə bir nur şüası buraxırlar. İynə dəliyi kimi dar. Sonra biraz daha çox və daha çox və yenə ta ki ona bütün tam nur aşkarlanana qədər. Bu ruhani aləmi aşkarlamağa can atmırıq. Həqiqət ondadır ki, aşkarlayacaq heç nə yoxdur. Heç nə yoxdur. Çünki o mövcud deyil. Biz onu özümüz qurmalıyıq, münasibətlərimizdən, islah olunmuş xüsusiyyətlərimizdən.